Salam, kanalıma xoş gəldiniz. Məni izləyən bütün müsəlman bacı qardaşlarımı qarşıda gələn Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Bayram süfrələrinizi bəzəyəcək, içi fərqli içli ilə doldurulmuş sobada balığın hazırlanmasını sizinlə paylaşıram. Mən bunun üçün ziyad balığı, bəzi bölgələrdə kütüm deyilən balıqdan götürmüşəm. Siz istədiyiniz balıq ilə hazırlaya bilərsiniz. Öncəliklə pullarını təmizlədiyim, yuduğum balıqdan çərtiklər açıram. Çərtiklər balığın daha yaxşı asanlıqla bişməyi üçün və doğrayıb asanlıqla boşqabımıza qoya bilmək üçün önəmlidir. Balığın üzərinə və içinə çəkmək üçün bir miqdar duru yağ götürürəm. Onun içinə palçıq turşu, tomat, limon suyu, duz, istiot, mayonez, nar şərab tökərək qarışdırıram. Sobanın içinə alüminium kağız sərirəm. Siz yağlı kağız da sərə bilərsiniz. Balığı soba listinə yerləşdirdikdən sonra hazırladığım kütləni balığın hər iki üzünə və içinə yaxşı-yaxşı çəkib yeridirəm. Çalışın, balıqdan açdığınız çərtiklərin içinə də qarışımdan çəkin ki, balıq öz duzunu, dadını götürsün. İndi isə başlayıram balığın içini doldurmağa. Biz salyanlılar buna mütəlcəm deyirik, amma bəzi bölgələrdə aşqara deyilir. Bu içliyi aşqaranı necə hazırlayırsınızsa, həmən qayda ilə hazırlayırsınız. Sadəcə olaraq içinə şabalıd və ət vurulmur. İçinə vurduğunuz turşunun tumlarını çıxarın və əlavə olaraq qozu xırdalayaraq içliyə qatın. İçliyi yağda biraz qovurduqdan sonra içinə azca sadə su əlavə edərək zəif xodda bişirin.
İçliyi çox da bişirib qurutmayın, çünki balığın da içində bişəcək. Bu içlik balığa o qədər yaraşır ki, inanın ki, bir dəfə hazırladıqdan sonra artıq hər zaman bu içlik ilə hazırlayacaqsınız. Balığın qarnını bacardığınız qədər çox doldurun. Çünki bu balığın içliyi balığın özündən daha ləzzətli olur. Daha sonra balığın qarnını 2 qat sapla tikin. Balığımız sobaya getməyə hazırdır. 150-120 dərəcədə bişirin. Çox ləzzətli, dadlı alınır. Bişərkən balıq yağlı suyunu buraxır. Bunun üçün narahat olmayın. Onsuz da balığın qabını dəyişəcəksiniz. Kim bişirib hazırlayacaqsa canına şəfa olsun. İzlədiyiniz üçün hər birinizə minnətdaram. Sağlıqla qalın.